İtaliya deyəndə ağlımıza ilk gələn pizza, moda və Roma olur. Amma bu ölkə ilə bağlı elə maraqlı faktlar var ki, çoxlarını heç yerli sakinlər də bilmir. Gəlin birlikdə öyrənək. Dünyanın ən kiçik dövləti Vatikan İtaliyada yerləşir. Cəmi 44 hektar ərazisi olan Vatikan Roma şəhərinin içindədir və müstəqil dövlətdir. Vatikanın ordusu, yəni İsveçrə qvardiyası, hazırda təxminən 135 əskərdən ibarətdir. Bu ordu dünyada ən kiçik və yalnız İsveçrə vətəndaşlarından ibarət olan yeganə ordu sayılır. Ordunun yalnız İsveçrə vətəndaşlarından ibarət olmasının isə tarixi izahı var. Belə ki, 1527-ci ildə Roma yağmalanarkən cəmi 189 İsveçrə qvardiyaçısından 147-si Papa 7-ci Klemensi qorumaq üçün həyatını qurban verib. Onların bu fədakarlığı Vatikan üçün simvolik və müqəddəs ana çevrilib. Buna görə Vatikanın hərbi heyəti yalnız İsveçrə vətəndaşlarından seçilir. İtalyan mətbəxi dünyanın ən məşhurlarındandır. Pizza, makaron, risotto, tiramisu, bu dadların hamısı İtaliyadan çıxıb dünyanı fəth edib. Onu da qeyd etmək maraqlı olardı ki, pizza əvvəllər kasıbların yeməyi olub. Neapolda yaranan pizza küçələrdə satılan ucuz və sadə yemək sayılırdı. İndi isə dünya mətbəxinin simvoludur. İtaliya mətbəxindən söz düşmüşkən bunu da bilmək lazımdır ki, İtaliyada 1500-ə yaxın pendir növü var. Mozzarella, parmesan, gorgonzola və yüzlərlə az tanınan yerli pendir çeşidi mövcuddur. Venesiyanın kanalları və gondolları romantikanın rəmzi hesab olunur. Rialto körpüsü və San Marco meydanı turistlərin sevimlisidir. Onu da qeyd edək ki, qanuni olaraq ölülər Venesiyanın bəzi adalarında basdırıla bilməz. Şəhərdə məkan çatışmazlığı olduğuna görə rəsmi qəbirstanlıq San Michel adasına daşınıb. Müasir elmin banisi Galileo Galilei İtalyandır. O, 1564-cü ildə Pisa şəhərində dünyaya gəlib və ixtirası ilə tarixə iz qoyub. Alim 1593-cü ildə dünyanın ilk termometrini icad edib. Pisa şəhərindən söz düşmüşkən, İtaliyanın UNESCO-nun Dünya Mirası siyahısına daxil edilmiş abidələrindən olan əyri Pisa qalasını qeyd etmək olar. Əyilmiş vəziyyətdə olan qala milyonlarla insanın marağını cəlb eləyir. İtalyan dilində kafe sözünü demək avtomatik olaraq espresso istəmək deməkdir. Əgər başqa bir növ istəyirsənsə, xüsusilə qeyd etməlisən. Məsələn, latte. Dünyada ən çox abidəyə sahib ölkə İtaliyadır. Ölkə 55 UNESCO Dünya İrsi abidəsi ilə birinci yerdədir. Roma Forumu, Florensiya, Pompei, Venesiya və sair bunlara misaldır. İtaliyada qara pişiklərlə bağlı qəribə inan var. Bəzi bölgələrdə qara pişik görmək uğursuz sayılır, bəzilərində isə qoruyucu ruh hesab olunur. İtaliya moda dünyasında inqilab edən ölkələrdəndir. Milano moda həftəsi və markaları Versace, Prada, Gucci dünya podiumlarına istiqamət verir. Hətta modanın paytaxtı hesab olunan Milanda zibil konteynerləri də dizaynlıdır. Bəzi bələdiyyələr zibil qutularını da şəhərin estetikası ilə uyğunlaşdırır. İtaliya Avropanın ən aktiv vulkanlarına sahib ölkədir. Vezuv və Etna vulkanları hər an püskürə biləcək vəziyyətdədir və min illərdir Avropanın qorxulu, eyni zamanda möhtəşəm təbiət hadisələrinə şahidlik edir. 79-cu ildə baş verən Vezuv püskürməsi Pompei şəhərini tamamilə məhv edib. Bu hadisə minlərlə insanın həyatına son qoyub və şəhəri tarixə qovuşdurub. Roma sənət və tarix xəzinəsidir. Sistine Şapeli, Panteon, Müqəddəs Pyotr Bazilikası ən mühüm abidələrdəndir. Roma sadəcə şəhər deyil, açıq hava muzeyidir. Roma Kolezyumu qədim döyüşlərin və qladiatorların arenasıdır. Dünyanın ən məşhur amfiteatrlarından biri olan Kolezyum hələ də insanları heyrətləndirməyə davam edir. Şəhərin mühüm abidələrindən olan Trevi çeşməsi Roma romantikasının rəmzidir. Bura atılan sikkələrlə ildə 1,5 milyon avro yardım toplanır. Como gölü dağlar və dəbdəbə içində bir sükunat vahəsidir. Burada dünyanın ən zəngin insanları villa alır. Siciliya, vulkanlar, qədim şəhərlər və Aralıq dənizinin ən təmiz çimərlikləri burada yerləşir. Etna vulkanı və tarixi şəhərləri ilə tanınır.
Bologna Universiteti dünyanın ən qədim universitetidir. 1088-ci ildə yaradılıb və bu gün də fəaliyyət göstərir. İtaliya ən möhtəşəm sənət əsərlərinə ev sahibliyi edir. Michelangelo, Da Vinci və Botticelli bu dahilər İtaliyanın qürurudur. Michelangelo'nun David heykəli İtaliya ilə bağlı ən möhtəşəm və simvolik sənət nümunələrindən biridir. Michelangelo bu əsəri cəmi 26 yaşında yaradıb və o vaxtdan bəri Renessans dövrünün simvoluna çevrilib. Heykəl Florensiyada yerləşir. İtaliya istehsalı olan Ferrari və Lamborghini sürət və dizaynın simvollarıdır. Amalfi sahili və Capri adası Avropanın ən dəbdəbəli kurortlarıdır. İtaliya dünya futbolunun əsas mərkəzlərindən biridir. İtaliyada gəzərkən əksər yerlərdə Buratinaya rast gəlmək mümkündür. Bu da onunla əlaqəlidir ki, Buratino obrazı İtalyan yazıçısı Carlo Collodi'nin yaratdığı Pinokyo nağılının rus versiyası olaraq tanınsa da, obrazın kökü məhz İtaliyaya, Pinokyonun vətəninə dayanır. Bu səbəbdən də Buratino İtaliya mədəniyyətinin simvolik personajlarından biri kimi tez-tez rast gəlinən fiqura çevrilib. İtaliya ilə bağlı bu faktlardan hansını daha əvvəldən bilirdiniz? Bəs sizi ən çox təəccübləndirən hansı oldu? Şərhlərdə bölüşün və kanala abunə olaraq başqa ölkələrlə bağlı maraqlı faktları qaçırmayın.